Quba sözü ilə bahar sözü bir-birinə çox yaraşır. Çünki ikisində də gözəlliyin ruhu var. O ruh ki, düz dünyanı həyat eşqi ilə yaşadır. Gözlərin gördüyünü qəlb eşidir. Bu, dağların nəğməsidir. Çayların, meşələrin nəğməsidir. Elə bir nəğmədir ki, insan yaranışından ona aşıqdır. Təqvimdə yazılsa da qış hələ dağlardan köçünü sürüb getməyib. Duman və yağış hələ qışın xatirəsini burada yaşadır. Bu, sanki yazdan qışın görüşüb ayrılmasına bir kövrəkliyi qatır. Afurca şəlaləsi, dağ vüqarı var onun səsində. Bu səs ucalığın, təmizliyin, saflığın gözəlliyi ilə dop doludur. Bu dağlardan başqa kim bilir onun yaşını? Bəlkə elə bu doğmalıqdır onları bir-birinə həmdəm eləyən. Hərdən adama elə gəlir ki, bu torpağın hər daşına, hər qayasına Afurca şəlaləsinin saflığı hopub. Qədim yurt yeri Quba hər səhər Qudyal çayın nəğməsinə göz açır. Dağlardan əsəmli, bu gözəl şəhəri küçə-küçə, meydan-meydan, ağac-ağac, yarpaq-yarpaq sığallayır. Çöllərin, düzlərin ətri qarışmış bu meh, Qubanın işıqlı mənzərəsinə əlvan rənglər qatır. Keçmişlə müasirliyin görüşdüyü bu məkan elə ilk baxışdan insanda xoş bir ovqat yaradır. Buradan zamanın yaddaşına doğru yollar uzanır. Quba təbiətinin gözəlliyi burada yaşayan insanların tək xasiyyətinə yox, ləhcələrinə də hopub. Dilindən, dinindən asılı olmayaraq, burada yaşayan Azəri türkünün də, Yəhudinin də, Ləzginin də, Haqtın da, Buduğun da dilində bu söz o deməkdir ki, sən canımın bir parçasısan, çünki insansan. Həyatın işığı isə insanlıqdır. Ona görə bu torpaq bərəkətlidir. 100 illərdir müxtəlif millətlərin, milli azlıqların burada qardaş kimi yaşamağının sirri də elə bu həqiqətdir.
uzaqlardan yol alıb gəlir Qudyal çayı. Bir ucu dağlara, bir ucu da Xəzərə düyünlənib. Qudyal çayı sularında güzgülənən ağaclara, kollara, qamışlara baş alıb gəldiyi dağların hekayətini danışır. Nə çay bu hekayəti danışmaqdan yorulur, nə də ki ağaclar, kollar bu hekayəti dinləməkdən. Xəzərə çatana kimi Qudyal çayı böyük bir yol keçir. Onun sularının səsi ətrafdakı çöllərə həyat nəfəsi verir. Yollar ona görə bitmir ki, körpülər var. Elə ona görə də dünyanın seli, suyu, tufanı yolları bir-birindən ayıra bilmir. 19-cu əsrin yadigarı olan bu körpünün özü kimi gözəl bir adı var. Tağlı körpü. Kökürəyən Qudyal çayın üzərindən salınan bu körpü 19-cu əsrdən üzü bəri zamanın çox var gəlinə şahidlik eləyib. Tağlı körpü təkcə yolları yox, zamanı da zamanla bağlayır. ...1851-ci ildə taxtadan tikilən bu körpünün ömrü uzun sürmür. Ona görə də 1894-cü ildə onun yerinə yeni körpü tikilir. Qubanın cümə məscidi. İnsan əhdinin, insan sədaqətinin işığı, tarixin qoxusu var onun daş divarında. 1802-ci ildə ucaldılıb bu məscid. Onu Qubanın nüfuzlu din xadimi Əhməd Əfəndi Çələbizadə inşa etdirib. Elə təkcə bu soyadın arxasında böyük bir tarix, böyük bir yaddaş yaşayır. İman işığının, ilahi nurun qapısıdır bu məkan. Quba xalçası dünyaca məşhur olub həmişə. Çünki rəngini, naxışını Quba torpağının gözəlliyindən götürüb. Onların sirrini yaşadanlar eləcə vaxtın sehirli ilmələrini düyünləyir, dünəni sabaha çalıyır. Nəsillərin yaddaş xatirəsidir xalçalar. Elə Ziba ana da bu qədim el sənətinin sirrini, sehrini nənəsindən öyrənib.
neçə rəvayətlərimizdən, dastanlarımızdan Dəmirçi adı gəlib keçir. Bu sözü eşidəndə sanki uzaq əsrlərin səsini eşidirsən. Güc, əzm, iradə, düzlük var bu sözdə. Xalqın yaddaşında Dəmirçi həmişə müsbət insan kimi yaşayıb. Elə Dəmirçi Hacı Nağı Bayramovu da bu sıraya qoşmaq olar. 55 ildir o dəmir döyür. Dəmir döyə-döyə özü də bərkiyib. Elə sözündə də bərk adam kimi tanıyırlar onu. Mütərcəm. Bu sözü yəqin ki, çoxu eşitməyib. Amma onu nəinki eşidən var, həm də onun gözəl ustası var. Adı da Fərid Mərdanovdur. Aşbaz Fəridi Qubada qədim yeməklərin ustası kimi tanıyırlar. Bəs mütərcəm nədir? Şabalıdlı buğlama. Bu buğlama Qubada məclislərin şahıdır. Qubanın Səbətlər kəndi. Bu kəndin adı çox şirin gəlir adama. Elə bu şirinlik bir hekayə yazmağa kifayət eləyər. Amma bir hekayə nədir ki? 4 kitab müəllifidir burada yaşayan yazıcı. Səbətlər kəndində yaşayan Əkrəm Qaflanoğlu ədəbi mühitdə sayılıb seçilən nasirdir. Yazıçılar Birliyinin üzvüdür. O, istedadlı bir yazıcı olmaqla yanaşı, həm də nümunəvi bir ailə başçısıdır. Həyat yoldaşı Sədaqət xanım da həkimdir. Beləcə, Səbətlər kəndində işıqlı bir ailə yaşayır. Burada zamanın qəlbi döyülür. Burada görünən hər nə varsa, onun üzərində zamanın soyuq əllərinin izi var. Tarix burada öz-özü ilə danışır.
Quba Tarix Diyarşünaslıq Muzeyi 1924-cü ildə yaranıb. Artıq bu mədəniyyət ocağı ikinci yüzilliyə qədəm basıb. Böyük şəxsiyyətlər xalqın istinad nöqtəsidir. Bunlar zamanı, düşüncəni, tarixin axarını dəyişir, ona yeni bir nizam verir. Məhz Heydər Əliyev belə dahi şəxsiyyətlərin sırasında dayanır. Qubadakı Heydər Əliyev mərkəzi də xalqın ulu öndərimizə olan ümumxalq məhəbbətinin rəmzidir. Qubaya çox nəğmələr yazılıb. Hamısı da Quba torpağı kimi bir-birindən gözəldir. Hələ ildən ilə müasirləşən bu qədim yurt yerinə neçə belə nəğmələr yazılacaq. Bir yanın şaxdağı, bir yanın xəzər, almalı bağların ormana bənzər. Bir yanın şaxdağı, bir yanın xəzər, almalı bağların ormana bənzər. Onlar yaz havası kimi könüllərə xoş ovqat bəxş eləyəcək, ürəkləri sevindirəcək. Qubaya yaz çox yaraşır. Şəfəqlərin üstünü bəzər.